Herkese salamlar. Bugün diyetimin 8-ci günüdür. Belə ıspanaqlı yumurta pişirdim. Qovurub hazırladım. Biraz avokado, bir dənə turp, biraz şor, kənd şoru, bir dilim də pendir. Yanında da yaşıl çay içəcəm. Bu səhərimiz belə. Gün içində isə belə limonlu su içməyə çalışıram. 2 litr yarım, 3 litr. 3 litri keçir bəzən də. Çoxlu su içirəm belə. Çok güzel gidiyor. Bu isə mənim axşam yeməyimdir. Şəkili rəfiqəmin resepti ilə şəki aşı bişirmişəm. Yəqin ki, bir çoxlarınız bilir onlar necə bişirir. Biraz da toyuğun bilyonundan üstünə gəzdirdim. Toyuğu kərə yağında qovurmamışdan qabaq qaynanmış formada özümə ayırdım. Belə çox yağlı olmasın deyə biraz düyü əlavə etdim. Burada çox görünür. 2 qaşıq düyüdür, biraz yumurta, biraz da toyuğun file qismindən. Prosto çox həl pişdiyinə görə biraz dağılıb. Belə də mənim axşam yeməyim. Hamınıza nuş olsun.